Bismillahirrahmanirrahim. Şərəfli, qeyrətli, namuslu İran millətinə səslənirəm və xatırladıram ki, bunu bilsinlər, İran millətinin şərəfi də, namusu da, qeyrəti də bundan artıq böyük bir təhdiddən üz-üzədir. İran rəhbərini şəhid eləmək çox böyük acı idi İran millətinə də və hər bir azadə xalqa. Bu bağışlanmazdır və İran rəhbəri İranın şərəfi sayılırdı, İranın şərəfini vurdular. Bunu İran milləti bilməlidir, böyük bir təcavüzdür. Bu, heç bir ölkəyə yaraşdırılmaz. Başqa bir ölkədən gələlər bir millətin təmsilcisini şəhid eləyələr. Bu, adı da xoşa gəlməz deyil, heç adını dilə gətirmək də yaxşı deyil. Bu hərəkət heç bir ölkəyə yaraşmır. Bu təcavüzkar hər kim olursa olsun, o təcavüzkar insanın zəfini göstərir. Necə olar ki, sənin siyasətin, məntiqin gücü çatmır və məcbur olursan bu şəkildə bir millətin təmsilcisinə təcavüz eləyəsən və şəhid eləyəsən. Bu, əlbəttə, böyük bir acıdır. Dünyada heç bir millətə və heç bir ölkəyə də biz bu hadisəni istəmirik ki, heç bir dünyada bir də təkrarlansın. İranın ali rəhbəri İran millətinin şərəfi idi. Bunu bilsinlər ki, İranın şərəfini əlindən aldılar. İranın böyücü. Biz nə qədər İran müxalifətçisi olsaq, İran hakimiyyətinin müxalifəti olsaq və nə qədər bu siyasətdən müqabilə eləsək, bahəman hal İran rəhbərinə böyük bir hörmətimiz var idi, vardı da və 10 illərdən çoxdur mən çalışmışam ki, İran rəhbəri ilə bir İran alimi olaraq mülaqat eləyim və buna nail olmamışam və bunu İran millətinə bildirirəm ki, İran rəhbərinin yan-yörəsi, yaxınları İran millətinə xəyanət eləyirdi və o xəyanət davam eləyir. Bir millətin fəhm və şuur ictimaisi o ölkənin gələcəyi deməkdir. Unutmayın ki, biz nəyi əkirik, onu da biçirik. Dünya və bütün ölkələr, məxsusən Asiya, yaxından bizi izləyir və yaxından görür. Necə ki, bu 30 ildə, bu 40 ildə İran hakimiyyətində biz nə qədər rəzalətə şahid olduq. Necə ki, İraq milləti 15 il deyil heç satışa çıxmışdı. Gəlinləri, qızları, uşaqlarını 100 dolara, 50 dolara satışa çıxartmışdılar. Necə ola bilər ki, İranda 12 milyon Kürd yaşayır, onları ala bilmədilər. Mən dəqiqən o zaman UNESCO-daydım və bunları dəqiqən müşahidə eləyirdim. İran elə bir İranın içində millətin başını qatmışdı ki, heç bir mətbuat tərrüz eləyənmirdi ki, milləti ağah eləsin ki, ən azı Kürd millətini ağah eləsin ki, baxın, Kürdlərin namusu 100 dolara, 150 dolara satılır və 11 milyon İran milləti səssizdir. Əlbəttə ki, İran hakimiyyəti istəsəydi, Kürdlərin özü bütün o əsirləri satın da ala bilərdi, canlarını da qutara bilərdi. Biz buna səssiz qaldıq, göz yumduq və necə hadisələr, qırğınlar baş verdi, ən böyük qəbirstanlıq da İraqda yaratdıq. Baxın, İraqlılar hamısı bu dediklərimi deyirlər. Oradan sonra Əfqanistan neçə illərdir təcavüz altındadır. Neçə illərdir. İran milləti də ona səssiz qalıbdır. Oradan sonra Suriyə, Lübnana, Libiya, bütün məntəqənin bir ölkələrinə bir baxın.
biz nələr eləmişik, nəyə nail olmuşuq. Ancaq hamısı ölkələri zəif eləməğinə və İraqdan savaşdıq, zəifləşdi. $1 İran milləti qazanmadı, amma Amerika gəldi bütün malın, sirvətin yığdı, götürdü, apardı. Suriyədə həmin məsələ yaranıb, Filistində həmin məsələ yaranıb, Lübnanda həmin, Libiyada həmin, bütün məsələlərin o əsas səbəbkarı İranın hakimiyyəti olubdur. Gəlirik Azərbaycana. Yaxşı, biz özümüzü müsəlman adlandırırıq. Qarabağı da deyirik ki, Azərbaycandır. Rəhbərimiz də buyurdu ki, Azərbaycandır. Necə ola bilər ki, savaşda mən İrandaydım və yaxından izləyirdim İran mətbuatını, Azərbaycan mətbuatını və nə hadisələr baş verir. İranda, İran millətinin başını elə qatmışdılar ki, qollar kəsildi, dillər kəsildi. İmkan yaranmadı ki, Azərbaycan milləti dəstəyini göstərsin. Biz müsəlman olaraq, məyər bizim qanunumuzda yoxdur ki, 4 nəfər şəhadət versə məhkəmədə, o şəxs asılmalıdır, öldürülməlidir. 2 milyon ayaqların insanlar evindən, yurdundan qaçıbdı, gəlibdi. 30 ildir də burada su pulu, işıq pulu dövlət təmin eləyir biləsin. Hala nəyi gözləyirik? Necə ola bilərdi ki, 40 milyon, 45 milyon Azərbaycanlıdan nə olardı ki, 1 milyonu yürüyərdi sərhəddə? Bir belə ana ağlar qalmazdı. Bir belə ailə dağılmazdı. Biz İran milləti olaraq nəyə səbəbkarıq? Nəyə yol açırıq? Bir vəziyyət yaranacaq ki, heç bir ölkə bizim millətimizə yazığı gəlməyəcəkdir və hal-hazırda da gəlmir. İran millətinin təmsilcisi olaraq, tərcümanı olaraq İran millətimə səslənirəm. Çox ağah olsunlar, məntiq, haqdan qırağa çıxmasınlar. Mən hər zaman, həmişə də demişəm, bu məsələlərdən bağlı necə ki, İranın içində Kürd də yaşayır, Azərbaycanlı da yaşayır, Fars da yaşayır, Bəluç da yaşayır, çoxlu millətlər yaşayır. Yaxşı, İraqın Kürdü ilə İranın Kürdünün nə fərqi var? Yəni, necə ola bilər ki, biz bir-birimizə dəstək verə bilmirik? Millət olaraq biz qırağa çəkilmişik. Bizim malımızdan, mülkümüzdən, bizim bütün sərvətlərimizdən necə bizim qonşu ölkəmiz vəziyyəti yaxşı olmayanda necə yararlanmasın? Bu getdikcə bu hərəkatlar bir də bunu bilsin İran milləti ki, bütün dünya indi bu yol İranı izləyir, İrana baxır və millətdən istəyirəm ki, düzgün bir hərəkat eləsinlər, düzgün bir ağahanə bir addım atsınlar ki, dünya İran millətini bir terörist kimi tanımasın. Mən dünyaya səslənirəm və deyirəm ki, İran milləti təcavüzkar deyil, İran milləti qürurludur, şərəflidir, namusludur və heç bir ölkəyə tərruz eləmir, eləməyəcək də millətdən söhbət gedir. Hal-hazırda Pezeşkiyan ki prezidentdir, prezident olanda mən 8 il, 9 il ondan qabaq İran prezidenti idim. Və hal-hazırda rəhbərin naibi. Bunu bilsin ki, mən 16 il bundan qabaq mən İranın rəhbərliğini almışam. Mən nə İran molla balasıyam, nə şah balasıyam. Bu mirası da göydən mənə gəlməyibdir. İranın mətbuatları irələ satqındılar ki, birinci İran millətini qrup şəkildə yığırlar, başlarını qatırlar, hər nə istədikləri şəkildə, sonra lazım olan zaman saytlarını satırlar. Necə ola bilər ki, bu böyük bir xiyanəti mətbuatıdır İranda. Mən ya uşağım, ya ailəm bir saytdan maraqlanır və o sayta hörmət eləyir və o sayta ehtiram eləyir, o saytı
düzgün tanıyır. Bir aydan sonra görürsən ki, o sayt satılıb, satqınların əlinə düşübdür və İran millətini oyalayır. Yaxşı, 15 gün bundan qabaq İran hakimiyyəti nə deyirdi? İranın problemləri ilə siyasi, ictimai və buhranlarının qarşısında nə danışırdı? Əlbəttə ki, çarəsizik, bizim əlimizdən heç nə gəlmir. İranın enerji problemini həll eləyə bilmirik, su problemini həll eləyə bilmirik, işsizlik problemi həll eləyə bilmirik. Böyük bir faciələr yaranır İranda. 5 il, 6 ildə bu cür davam eləsə, İran milləti qırılacaqdır. İran milləti bunu qəşəng bilməlidir. Yaxşı, iqtisadi buhrandır da indi hal-hazırda. Bir belə ailələr bir-biri ilə dağılır, cavanlar ayrılırlar, uşaqlar qalır aralıqda. Necə ola bilər ki, sən 40 ildir nə ilə məşğulsan? 40 ildir dövrəbərdəki ölkələrimiz iqtisafdan məşğuldur, millətlərin tələbatı ilə məşğuldular. Sən 40 ildir silahla məşğulsan. Yaxşı, bunların günahı nədir? Bizim günahımız nədir? İki ölkə, İsrail və İran. İkisi də ifrati, məzhəbi, ifrati bir ölkə kimi dünyada tanınırlar. Hal-hazırda İsrail məzhəbilər yazıq, biçarə insanları yerin altına yığıblar və dua oxuyurlar, bilələrinə dua yazırlar. İranın ifrati, məzhəbi, dini qurumları da İran millətinin üstünə bomba yağdırırlar və dua oxuyurlar. Qur'an-ı Kərimdə buyurubdur ki, kafirlər kimlərdirlər? Kafirlər o cümlə insanlardılar ki, xırda bir cəmiyyət, Qur'an-ı Kərimdə necə yazılıb o cür deyirəm. Xırda bir cəmiyyət, böyük bir cəmiyyətin haqqına, qanına, malına təcavüz eləyirsə, o xırda cəmiyyət kafir sayılır və qətl də vacibdir. İkiniz də belə bilin. İran milləti bilsin ki, bundan sonra artıq savaş da, sulhu da İran millətinin əlindədir. Savaşın heç bir xeyri İran millətinə yoxdur. Necə ki, tarixən görsədibdir. 8 il İraqdan savaşdığımız, Suriyədə savaşmağımız, İrana $1 da xeyri olmayıbdır. Bunu bilsinlər ki, indən belə də xeyri olmayacaqdır. İranın problemləri həll olunmayıbdır. İşsizlikdir, su problemindən yaranan xəstəliklər, qidadan yaranan xəstəliklər və buhranlar hamısı qalıbdır və bu savaşda başqa bir problem də bunların üstünə gəldi. İran milləti hər zaman qadir olacaqdır ki, bu problemləri həll eləyə qadirdir. Heç bir üzülməyə yeri yoxdur. Məntiqdən qabağa getmək lazımdır. Mən bütün İran millətindən Kürd olur, Ərəb olur, Lor olur, Fars olur, Azərbaycanlı olur. İstəyim budur ki, bir İran tərcümanı kimi, bir İran cavanı kimi ağ parça ilə eşiyə çıxsınlar və etirazlarını dünyaya bildirsinlər ki, İran milləti savaşmaq istəmir, sulh, əmniyyət və sobata hakim olmaq istəyir. Bir İran vətəndaşı olaraq, İran millətinin tərcümanı olaraq, İran rəhbər parti sədri olaraq mən bütün bu atəşə məruz qalan ölkələrdən üzr istəyirəm, millətim adıma, öz adıma və bildirmək istəyirəm bütün bu ölkələrə ki, İran dövləti tərəfindən atəşə məruz qalıblar. İran milləti dərhal sobat və aramişə hakim olan kimin bütün xisarətlər İran milləti tərəfindən qarşılanacaqdır. Dünya mediasından, mətbuatından, azadə insanlardan bir İran millətinin tərcümanı kimin, parti sədri kimin xahiş eləyirəm, köməklik eləsinlər. İran millətini ağahlaşdırmaq üçün dünya mediasına, mətbuatına ehtiyacımız vardır. İran milləti bilməlidir ki, bu savaş milləti haraya aparır və ölümü
dayandırmaq üçün biz nə etməliyik, millət nə etməlidir? Bunu mətbuatdan və dünya mediasından xahiş eləyirəm ki, İran millətinə kömək eləsin. İran milləti çox məzlum və neçə illərdir bu hakimiyyət səhv siyasətlərin müqabilində çox əziyyətlər çəkibdir. Cavanlar heç bir cavanlıq görməyiblər, cavanlıq yaşamayıblar və heç bir istədiklərinə nail olmayıblar və indi ki 30 yaşlarına gəlib çatıblar və indi onları öldürmək istəyirlər. Biz bu qırğının qabağını almalıyıq. Düzdür ki, İran milləti olaraq mən çox təəssüf eləyirəm ki, hər zaman biz eləyə bilməmişik qonşularımıza və ya yaxın ölkə məsələləri ki, böyük problemləri olubdur. Biz ola bilər eləyə bilməmişik ki, onlara köməklik görsədək. Mən gənə də hər bir ölkədən istəyirəm ki, İran dövlətini və millətini bir-birindən ayırsın. Biz millət olaraq Azərbaycanlısı Azərbaycanlının qardaşıdır, Kürdü Kürdün qardaşıdır, Farsı Farsın qardaşıdır, Ərəbi Ərəbin qardaşı bilsin və bizə qarşı dövlətdən olunan münasibəti millətə ehmal eləməsinlər. Yəni, millətdən dövləti ayırsınlar. Millət həmişə sulh istəyir, millət həmişə əmn-əmanlıq istəyir və qonşularımıza da bunu arzu eləyirik. Biz bütün İran milləti bilirik ki, İran hakimiyyəti 40 ildir silah və nizami bazalarını inkişaf elətdirir və bizim qonşularımız öz millətinin tələbatın və müşkilatın və ölkəsinin inkişafı ilə məşğuldur. Yəni, nə etmək lazımdır bu arada? İndi sənin silahın vardı, sənin təcavüz eləməyə görə bazaların vardı. Yəni, bütün qonşu ölkələr ki, inkişaf yolundadır, demokratik yolundadır, sənin təcavüzyan məruz qalacaqdır. Bu qətiyyən qəbul olunmazdır və mən bütün ölkələrdən xahiş eləyirəm ki, İranın atəşinə məruz qalıblar. İran millətinə hörmətən heç bir addım atmasınlar. Səhv siyasət ki, yönəlinibdir, o səhv siyasətdə boğulacaqlar. Əgər biz bir addım atsaq, bunlar qalib gələcəklər. Zira deyirəm ki, qalib gələcəklər, o şəkildə deyil. Bunu İran dövləti bilməlidir və hər bir ölkə bilməlidir ki, top, silah və bütün hər bir nəsə ki, düzəldiblər, savaşa görə fəxr eləyirlər. Bunu bilsinlər ki, bütün bu yaratdıqları, düzəltdikləri silahlar elmin önündə biçarədirlər. Neçə günlərdir şahid oluruq ki, İran televiziyasında Sipahın fərmandehlərindən ya sipahilərdən gəlir ələnən milləti təhdid eləyir və millətin uşaqlarını cahil fərz eləyir. O edam olunan o uşaqlar, siz dediğiniz o cahillər, onlar İranın fəxridir, İranın cavanlarıdır, qeyrətli cavanlarıdırlar, şəhid sayılırlar. Bunu bilin ki, İran millətinin inkişafına və sulha, əmniyyətə doğru getmək üçün o yolda şəhid olublar. O uşaqlar nə istəyir ki, sən onları cahil fərz eləyirsən? O uşaqlara nə veribsən ki, sən onları cahil fərz eləyirsən? Bir belə sirvətin üstündə dayanıb o uşaqlar. İran torpağı qızıldandır. İran torpağı irələ sirvəti var ki, o cavanın şuuru çatmır ki, mənim bir belə sirvətim var, mən bu vəziyyətdə necə yaşayıram? Sənin həqqin yoxdur ki, İran millətini, uşaqlarını cahil fərz eləyəsən və təhdid eləyəsən. O İran millətinin uşaqları ki, edam olundu, haqq yolunda asıldı, onlar şəhiddirlər və İran millətindən istəyim budur ki, hörmətlə yanaşsınlar. İran milləti ağah olsun, bilsin ki,
İran milləti hal-hazırda İranın içindən parçalanıbdır və neçə yerə bölünübdür. Xarici ölkədə də bu şəkildədir. İran milləti olaraq bütün İranlıları birləşdirməyə çağırırıq. Pəhləvinin tərəfdarıdır, mücahidin xalqın tərəfdarıdır, islah tələbdir, çəpdir. Kim olursa olsun İranlıları məntiqə çağırırıq, sülhə, əmniyyətə çağırırıq. İran milləti hal-hazırda olan problemlərdən üz-üzədir. Biz dərhal qərar verməliyik, düzgün bir qərar verməliyik. Düzdür, verməmişik, vermədik, ağahlanmadıq, ağahlıq istəmədik ya. Biz yaxında gördük, İranda prezident seçildi. Biz hansı məntiqdən o prezidenti seçdik? Bizim müşkilatımızın bərabərində məgər biz prezident seçməməliydik? Bunu seçdiyimiz prezidentin səlahiyyəti nədir və bu məsələlər, problemlərdən qarşı olaraq nə eləyə bildi? Elə prezident oldu, həmin prezident olan kimin gəldi mətbuatda elan elədi ki, ey millət, mən bu müşkilatı həll eləyə bilmirəm və elmim, səyasətim çatmır, olsun. O adam çox qeyrətlidir, çox şərəflidir. İran prezidenti ki, bunu dilə gətiribdir. Mən bunun dilə gətirməyi təqdirə şayandır. İran millətinə nə gəldi? Dərhal çölə çıxardılar, dərhal eşiyə çıxardılar və bir daha təzdən prezident seçkilərini bərpa eləyərdilər və problemlərinin müqabilində lazım olan insanı seçərdilər. Nə fərq eləyir ki, mən prezident seçiləm, ki, Kürt prezident seçilə, ki, Azərbaycanlı prezident seçilə. İndi bu saat mənim millətimin problemlərini kim qaldırsa, köməklik eləsə ki, problemlər aradan qalxsın, xəstəliklər çoxalır, qırğın çoxalır, fəlakətlər çoxalır, cəmaət şərməndədir evdə arvad uşağına. Bunları kim həll eləsə, mən onun əlini öpürəm. Hakimiyyət xəstəliyinə duçar olmamışıq ki. Mən şəxsən millətimə deyirəm. Necə ola bilər ki, siz bir millət olaraq bir dənə qadın öldü İranda. Bir dənə qadına görə çıxdınız, yeri göğü qatdınız bir-birinə. O qadına görə nəyə çıxdınız eşiyə? Sizi kim qaldırdı? Niyə görə qaldırdılar? O qadına görə çölə çıxmalıydınız siz. Kimdir o qadın? 1000 dənə o cür qadın ölsə, qalsa da İranın gələcəyinə heç bir təsiri olmayacaqdır. Sizin ictimai cəhətdə, ictimai şəkildə önəmli, şəxsiyyətli insanlarınız kimlərdilər? Yaxşı alimləriniz bütün dünyanın hər yerində dağılıbdır. Fəcih halda da sui-istifadə olunur bilələrindən. Yaxşı, siz demirsiniz ki, mənim alimim o ölkədə nə iş görür? 18 dənə layihəm tərhim İranda səbt olunubdur. İranın hamısı bir aylıqdır. Dövlətdən heç bir büdcə istəməmişəm. Mən tikrarca danışmağı sevmirəm. TikTok səhifəmdə paylaşmışam. 300 dəqiqə, 400 dəqiqə mən danışmışam. Fars dilində də danışmışam. İranın birlik ehtiramına. Azərbaycan dilində də danışmışam. Çünki Azərbaycandayam. Necə ola bilər ki, siz bir qadına ir elə hörmət eləyirsiniz, əlindən heç bir iş də gəlmir İranın müşkilatını həll eləməyinə görə. Amma ki, göz yumursuz alimləriniz biri təbidlədir, biri başqa ölkədə təhdid altındadır, birini danışsan öldürəcəyəm. Dərhal millət ağahlığa hakim olmalıdır, məntiqə sığınmalıdır. Çünki yeganə məntiq və ağahlıq eləyə biləcəkdir ki, milləti bu böyük bohrandan çıxartsın eşiyə. Soruşmaq istəyirəm ki, millətimizdən bu savaş nəyə görə açıldı, harayacaq bu savaş gedəcək, nə problemlərə yol açacaqdı, nə olacaqdı, nəyə görə yarandı, kim qazanacaqdı. Bunların hamısını düşünmək lazımdır, fikirləşmək lazımdır. Mənə İranlı ki, 40 ildir Amerika ölsün, Amerika ölsün, sabahdan axşama Amerika ölsün. Buyur, bəlamızı tapdıq. Sən necə ola bilər ki, bu nə enerjidir, bu nə mətbuatda
pul buraxmaqdır ki, bir ölkəni sən 40 il söygüdən. Bu gənə də o ölkənin zəfi sayılır, o ölkənin siyasəti və məntiqi olmadığını sayır, göstərir dünyaya. Yaxşı, biz Amerika ilə düşmənik. Mən savaşdım, Amerika qazandı. İraqda savaşdım, Amerika qazandı. Suriyədə savaşdım, Amerika qazandı. Lübnanda, Libiyədə, hər yerdə savaşdım, Amerika qazandı. Yaxşı, sizin senaryoyunuz, planınız nədir? Təhcə mən deyiləm ki, bunu deyirəm. Fikirləşməyin ki, mən parti sədri olaraq mən deyirəm, mən bilirəm. Xeyr, çoxlu dünyada indi hamı siyasətmədarlar Los Angelesdə danışırlar bu sözləri. Amerikanın özünün o qədər böhranı iqtisadisi vardı ki, hər an ixtişaşa və çevrilişə məruz qala bilər. Amerikanın bütün problemlərini həll eləmək üçün Asiyanı bir-birinə vurub və bu 15 ölkə ki, İran ateşə məruz qoyub düblələrini istəyirsiniz ki, nə olsun? Amerika gəlsin, hamısından faiz alsın, Amerikaya rişvət versinlər, Amerikaya pul versinlər ki, müğayyət olsun ki, İran bunlara təcavüz eləməsin, İran. Bu senaryolar hamısı kimə xeyri var? Bəli, mən indi deyirəm, bu atışma dayanacaqdır, 5 gün çəkməyəcək dayanacaqdır və dayanmaqdan Amerika bütün bu ateşə məruz qalan İrandan hamısından müqabilə yazacaqdır, difai müqabilə yazacaqdır və İran milləti bilsin ki, savaş dayanmayacaqdır, savaş İranın içinə hidayət olunacaqdır, Kürddən Azərbaycanlı döyüşəcəkdir, Ərəbdən Fars döyüşəcəkdir, Lordan Bəlus döyüşəcəkdir və bunlara meydan verəcəklər. Ona görə ki, İran cavabgoyu milləti, müşkilat milləti deyil. Eləyə bilmədi, həll eləyə bilmədi. Çıxış yolu savaş idi və bu savaşı idamə verəcəkdi. Davam eləyəcəkdi. Necə ki, 40 il bundan qabaq 8 il davam elədi. Saddam Hüseyn dedi, təcavüz eləmə, mən səndən savaşmıram, nəyə savaşırsan? Əl çəkmədilər. Gənə də o tarix təkrarlanır. İran milləti ağah olsun ki, yəni bunu bilsinlər ki, İranın içinə savaş girəcəkdir və İranın içində savaş olacaqdır, öz millətini qıracaqdır və çox ağah olsunlar. Allahın köməyi ilə nə lazım olsa bu yolda çalışacağıq ki, İran millətini bu böhrandan və bu fəlakətdən uzaqlaşdıraq. Amerika prezidentinə Donald Trumpa müraciət eləyirəm. Necə ki, illərdir İran müxalifət parti sədrlərindən görüşür və İrana sulh və əmniyyət gətirmək üçün çabalayır. O parti rəhbərlər ki, prezident Donald Trump görüşübdür, mən sərahətən elan eləyirəm ki, heç bir zaman o parti sədrlərinin səlahiyyətləri və o potansiyelləri yoxdur ki, İran millətinin müşkilatını həll eləsin və İran millətini sulh və əmniyyətə hidayət eləsin. Bir parti sədri olaraq Amerikada olan problemləri və böhranları hamısı ilə yaxından tanışam və Los Angelesdə və Amerikada olan problemlərə, ixtişaşlara yol açacaqdır və böyük böhranların qapısını açacaqdır Amerikaya. Onları da görürük. Mən İran vətəndaşı olaraq, İran millətinin təmsilcisi olaraq, rəhbər sədri olaraq heç bir dünyada heç bir düşmənim yoxdur və heç bir kəsdən düşmənçilik eləmək istəmirəm. Düşmən sahibi olmaq istəmirəm. Əksinə sulha, cahan sulh birliği olsun deyə məqsədimiz, tamamiyyəti fikrimiz, hərəkatımız sulh-i cahanidir. O məqsəddən prezident Donald Trumpa müraciət eləyirəm və necə ki, bütün parti sədrləri ilə görüşüb, mən də Donald Trumpdan görüşmək istəyirəm. Mənim o parti sədrləri ilə ki, cənab
Donald Trumpla görüşüblər. Bir böyük fərqim olacaqdır. Bir alim olaraq görüşürəm. 100 milyarddan çox tərhlər, layihələr vardı mənim əlimdə və o layihələr, tərhlər eləyə biləcəkdir ki, Amerikanın millətini də bohrandan çıxartsın, dünyanın bohrandan və mövcud olan problemlərdən də həll eləsin. Bunu xatırlatmaq istəyirəm ki, dünya təbii fəlakətlərə yaxınlaşır və biz istisar almalıyıq və istitar eləməliyik özümüzü və bu fəlakətlərə qarşı olaraq addım atmalıyıq. Mənim bütün layihələrim, tərhlərim dünya səviyyəsindədir və bir İran alimi olaraq sulh, əmniyyət, əman gəlsin deyə bütün dünyaya mən cənab prezident Trumpla görüşmək istəyirəm, görüşmək arzu eləyirəm və o parti sədrləri ilə görüşməkləri ilə bir fərqimiz olacaqdır ki, mən cənab prezident Trumpdan heç bir nəsə istəmirəm. Mən cənab prezident Trumpın istədiklərini verəcəyəm. Necə ki, İran millətinin problemlərinə qarşı 17 dənə tərh və layihəm vardı ki, onları pulsuz olaraq heç bir dövlətdən büdcə almamaq şərti ilə və onları bir ay müddətində mən tərhləri, layihələri İranda icra eləyəcəyəm. O şəkildə də cənab prezident Trump, nə istəsən mən sənə hazırəm millətin buhran iqtisadisinə qarşı, nə lazımdır tərhlərimizi, layihələrimizdən barabar istişarə eləməyə razıyam və bir İran millətinin qanı və canının müqabilində ki, İran millətinin ölümü dayansın bir şərti ilə. Bu savaşı dayandıraq və məntiqdən qabağa gedək. Parti sədri olaraq elan eləyirəm ki, ancaq parti sədri olacaq xarici ölkədəyəm. Bütün parti sədri olaraq elan eləyirəm. Dünyaya bilsin ki, İranın bütün şəhərlərində adamlarım hazır vəziyyətdədir. İranın mövcud hal-hazırdakı rəhbəri də bilsin, mövcud prezidenti də bilsin. Yəni, İran millətini imkan verməyəcəyik, bundan artıq zulma məruz qalsınlar. İran millətinin dərdi, problemləri, həlli tapmayıbdır və o təqdirdə siz bir böyük bir problem də açıbsınız millətin başına. Mən nə İranın hakimiyyətinin düşməniyəm, nə prezidentin düşməniyəm və nə rəhbərinə qarşı düşmənçilik eləyirəm. Mən haqqa doğru çabalayıram və haqdan gedirəm. Əssalamu aleykum və rəhmətullah və bərəkatuhu.